Amerika Birləşmiş Ştatları tərəfindən Rusiyaya tətbiq olunan yeni sanksiyalardan sonra dünya neft bazarlarında qiymətlərdə dəyişikliyi baş verib. Belə bu qiymət dəyişikliyindən Azərbaycanın Azerlight nefti də təsirlənib. Belə ki, Azərbaycan nefti bu proseslərdən sonra təxminən $1 bahalaşaraq və yaxud da 1,7% bahalaşaraq $63,5 olub. Eyni zamanda bildirmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının Rusiyanın Rosneft və Lukoil şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra Çinin aparıcı dövlət neft şirkətləri Rusiyadan neft alışını dayandırıb. Reuters agentliyi bundan bağlı məlumat yayıb və bildirib ki, bütün bu proseslər eyni zamanda Hindistanın neft emalı zavodlarının da Rusiya neftinin ixalını əhəmiyyətli dərəcədə azaltmaq planları ilə üst-üstə düşür. Ekspertlərin fikrincə Rusiyadan neft alan iki əsas ölkənin, yəni Çinin və Hindistanın Rusiyadan neft tədarükünün azaltması və yaxud da ümumiyyətlə kəsməsi dünya neft bazarlarında kəskin qiymət sıçrayışına səbəb olacaq. Eyni zamanda Rusiyanın enerji gəlirlərini kəskin şəkildə azaldacaq. Birləşmiş Ştatlar da eyni zamanda inanırlar ki, yeni sanksiyalardan sonra Hindistan, yəni Rusiyanın əsas neft alıcılarından biri Rusiyadan neft alışını dayandıracaq. Elə Bloomberg agentliyinin də adlarını açıqlamadığı Hindistan neft emalı zavodlarının rəhbərlərinə istinadən yaydığı məlumata görə artıq yeni sanksiyalardan sonra Hindistandan Rusiyadan neft alışı demək olar ki, artıq mümkün olmayacaq. Eyni zamanda, hörmətli tamaşaçılar, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları bütün bu iqtisadi addımları Rusiyaya iqtisadi təzyiq olaraq həyata keçirir. Birləşmiş Ştatlar istəyir ki, Rusiyanın enerji gəlirlərini azaltsın və beləliklə rəsmi Moskva müharibədə zəifləsin və Ukraynada davam edən müharibə dayansın. Təbii ki, Donald Trumpın bu iqtisadi addımları ilə yanaşı siyasi addımları da davam edir. Elə bu istiqamətdə bu prosesin davamı olaraq siyasi həllə ümid eləyir Donald Trump və hesab eləyir ki, Rusiya prezidenti Vladimir Putinə əsas təzyiq və yaxud da təsir göstərə biləcək şəxslərdən biri də elə Çin lideri Xi Jinping də elə bu xüsusda Birləşmiş Ştatlar prezidenti Donald Trump və Çin lideri Xi Jinping arasında oktyabrın 30-da görüşün keçirilməsi planlaşdırılır və Donald Trumpın açıqlamasına görə bu görüşdə əsas mövzulardan biri də Rusiya-Ukrayna müharibəsi olacaq ki, Donald Trump bu görüşdə Xi Jinpingdən Rusiya prezidenti Vladimir Putinə təsir etməyi planlaşdırır, təsir etməyi istəyir və hazırda biz Donald Trumpın həmin çıxışına diqqət salacağıq. Düşünürəm ki, o Putinə böyük təsir edə bilər. Ümumiyyətlə bir çoxlarına təsir gücü var. Baxın, o hörmət olunan şəxsiyyətdir. O çox böyük bir ölkənin güclü lideridir. Mən əminəm ki, o bu məsələdə mühüm rol oynaya bilər. Biz şübhəsiz ki, Rusiya və Ukrayna barədə danışacağıq. Hörmətli izləyicilər, bütün bu proseslər fonunda Birləşmiş Ştatlar prezidenti Donald Trump Ukraynaya Patriot zenit raket komplekslərinin tədarükünə yaşıl işıq yandırıb. Bu barədə Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak RBK Ukraynaya geniş müsahibə verib və bildirib ki, artıq Kiyev yavaş-yavaş Amerika Birləşmiş Ştatlarının bu istiqamətdə dəstəyini yenidən almağa başlayıb. Ümumiyyətlə, Yermak bütün bu prosesin, yəni Patriot zenit raket komplekslərinin Ukraynaya tədarük məsələsi ilə bağlı danışıqların detallarını açıqlamayıb. Onun fikrincə bunlar hələ ki məxfi məlumatlardır, amma bildirib ki, Patriot zenit raket kompleksləri hazırda dünyanın sırf müdafiə sahəsində dünyanın ən effektiv silahlarından biridir. Ümumiyyətlə, Yermak hesab eləyir ki, son aylarda rəsmi Kiyevin apardığı siyasət nəticəsində Vaşinqton Rusiya-Ukrayna müharibəsinə öz baxışını biraz dəyişib. Məlum məsələdir ki, Donald Trump hakimiyyətə gələndən sonra Ukrayna tərəfi ilə bir sıra problemlər yaşanırdı Vaşinqton və Kiyev arasında. İndi isə Yermak hesab eləyir ki, artıq bu problemin öhdəsindən gəlib rəsmi Kiyev və yaxın vaxtlarda rəsmi Kiyev sırf Rusiya-Ukrayna müharibəsində əlavə dəstək alacaq Amerika Birləşmiş Ştatlarından. Bəlkə də elə buna görə də son vaxtlar, son aylar Ukrayna prezidenti Vladimir Zelenski hər vəclə, hər addımla məşhur Tomahawk
tipli qanadlı raketləri almaq istəyir. Bu raketlərin Ukraynaya tədarük edilməsinə çalışır. Ukrayna lideri hesab edir ki, yaxın vaxtlarda bu qanadlı raket sistemləri ilə bağlı rəsmi Vaşinqton son qərarını verə bilər. Amma hələ ki Donald Trumpdan bununla bağlı bir müsbət siqnal nəzərə çarpmır. Bununla belə Vladimir Zelenski hesab edir ki, bu proses mümkün ola bilər. Çünki vaxtilə Rusiya əleyhinə sanksiyaların tətbiq edilməsi də mümkünsüz görünürdü. Amma indi bu proses reallaşıb. Jurnalistlərin suallarını cavablandıran Zelenski daha bir açıqlama verib. Jurnalist ondan soruşub ki, yaxın vaxtlarda Rusiya və Ukrayna arasında atəşkəs mümkündürmü? Zelenski bu suala müsbət cavab verib, bildirib ki, atəşkəs mümkündür, amma bunun üçün yaxın vaxtlarda Rusiyaya daha çox təzyiq edilməlidir. Bütün bu proseslər fonunda Avropa İttifaqı Ukraynaya əlavə 140 milyard avro həcmində kredit ayırmağı planlaşdırır. Bu kredit Avropada Rusiyanın dondurulmuş aktivləri hesabına ayrılacaq. Amma məsələ ilə bağlı Avropa İttifaqında hələ ki yekdil qərar mövcud deyil. Çünki Avropanın bəzi ölkələri hesab eləyir ki, bu aktivlərin bu 140 milyard avro kredit birbaşa olaraq Ukraynaya verilməlidir ki, Ukrayna lazım olan texnikanı, hərbi texnikanı alsın. Bəzi ölkələr isə Fransa, Almaniya, həmçinin İtaliya qismində hesab eləyirlər ki, bütün bu vəsaitin bir hissəsi Avropanın müdafiə sənayesinin gücləndirilməsinə yönəlməlidir. İstənilən halda Qərb nəşrlərinin məlumatına görə bu məsələ 23 oktyabrda, yəni dünən baş verən Avropa İttifaqı liderlərinin samitinin əsas müzakirə mövzusu olub və biz yaxın günlərdə yəqin ki, bu müzakirənin əsas nəticələrini görəcəyik. Amerika Birləşmiş Ştatları administrasiyası isə Qəzza zolağında sülh prosesində irəliləyiş əldə olduqca hakimiyyətin mərhələli şəkildə Fələstinin mülki strukturlarına təhvil verilməsini planlayır. Bu barədə ABŞ dövlət katibi Marco Rubio açıqlama verib. Onun sözlərinə görə Qəzzada yerli idarə etmənin Fələstinli mülki orqanlara ötürülməsinin əsas şərti Həmasın təsirinin tamamilə aradan qaldırılmasıdır və Rubio'nun digər açıqlamasına görə burada yeni yaradılacaq Fələstinli polis qüvvələrinin təlimində, eyni zamanda yaradılmasında xarici ölkələr, xüsusilə xarici mütəxəssislər iştirak etməlidir. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance yaxın günlərdə görüşmüşdü İsrailin baş naziri Benyamin Netanyahu ilə və Axios portalının mənbələrə istinadən yaydığı məlumata görə J.D. Vance bu görüşdə Netanyahudan vaxt istəyib ki, proses sülh şəraitində və mərhələli şəkildə davam etsin. Netanyahu isə vitse-prezidentlə görüşündə bildirib ki, İsrail sülh sazişinin çərçivələrinə sadiq qalacaq və yaxın vaxtlarda tərəflərin razılaşmalarının növbəti mərhələlərinə məhz sülh istiqamətində keçəcəyinə ümid etdiyini bildirib. Ermənistanla davam edirik, hörmətli tamaşaçılar. Ötən gün Ermənistan hökumətinin növbəti iclası baş tutdu. İclasda ölkənin baş naziri Nikol Paşinyan çıxış elədi və bildirdi ki, yenidən toxundu Azərbaycan üzərindən Ermənistana tranzit yüklərinin daşınması mərhələsinə və bildirib ki, istər bu proses, istərsə də Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda sülh istiqamətinə atılan addımlara töhfə verir və Ermənistanın tədricən blokadadan çıxdığını nümayiş etdirir. Paşinyan vurğulayıb ki, bu addım ümumiyyətlə regionda dayanıqlı sülh və iqtisadi inteqrasiya üçün yeni fürsətlər və yeni üfüqlər açır. Təbii ki, Ermənistan gündəmi təkcə bu məsələ ilə yekunlaşmır. Ölkənin Gümrü şəhərində həbslər davam eləyir. Ölkənin İstintaq Komitəsinin məlumatına görə Gümrüdə bu yaxınlarda baş vermiş etiraz aksiyalarında iştirak edən 13 nəfər barəsində həbs qəti imkan tədbiri seçilib. Dünən isə Ermənistanın Gümrü şəhər meriyasının daha 3 əməkdaşı həbs olunub. Onlar həbsdə olan mer Vardan Quqasyana dəstək aksiyasında iştiraka məcbur etməkdə şübhəli
şübhəli bilinərək saxlanılıb. Məlumata görə meriyanın bu 3 əməkdaşı tabeliyində olan əməkdaşları işdən çıxarılma təhdidi ilə uşaq bağçalarının müdirlərini meriyanın binası qarşısındakı etiraz aksiyasında iştirakını təmin etməyə məcbur ediblər. Daha bir həbsə Ermənistanın Masis şəhərində baş verib. Bu şəhərin meri və baş nazirliyə keçmiş namizəd David Ambartsumyan da xuliqanlıq maddəsi ilə 6 il 3 ay müddətinə həbs edilib. Qeyd eləmək lazımdır ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da ötən günkü brifinqində Ermənistandakı həbslərə, xüsusilə Gümrüdə baş verən hadisələrə diqqət yetirib və bildirib ki, Gümrü şəhəri ümumilikdə əhalisinə görə Ermənistanın ikinci böyük şəhəridir və bu şəhərdə istər Rusiyanın 102-ci hərbi bazası, istərsə də Rosatrudniçestvo və Rusiyanın baş konsulluğu yerləşir. Bu səbəbdən Moskva burada baş verən prosesləri diqqətlə izləyir. Digər tərəfdən Mariya Zaxarova Ermənistanda baş verən bu prosesləri Ermənistanın daxili işi olduğunu bildirib və həmçinin qeyd edib ki, Ermənistandakı vəziyyət xüsusilə həssas dönəmə keçir bundan sonra. Çünki məlum məsələdir ki, 2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Hörmətli izləyicilər, bizdən isə bugünlük bu qədər. Siz isə siyasi icmalı izləməyi unutmayın ki, dünyada və regionda baş verən prosesləri gözdən qaçırmayasınız.